Salam şagirdlər. Bugünkü dərsimiz sadə ədəd, sadə ədədlərin vuruqlara ayrılması, 2 və ya 3 ədədin əkobunun tapılması olacaqdır. İlk olaraq sadə ədədləri qaydası ilə başlayaq. Sadə ədəd yalnız 1-ə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. 2-dən çox böləni olan natural ədədlərə isə mürəkkəb natural ədədlər deyilir. Natural ədədlər 1-dən başlayır. 1, yəni 1-in özü nə sadədir, nə də mürəkkəb. 2 sadə ədəddir, çünki 1-ə və özünə bölünür. 3 sadə natural ədəddir. 4 mürəkkəb natural ədəddir. 1-ə bölünür, 2-yə bölünür, özünə bölünür. Yəni istənilən ədəd 1-ə və özünə bölünür. Əgər əlavə də bir böləni varsa, artıq bu mürəkkəb ədəd. Amma sadə ədədlər yalnız 1-ə və özünə bölünürlər. 5 sadə natural ədəddir. 6 mürəkkəbdir. 7 sadə natural ədəddir. Bu ardıcıllıqla belə davam edirlər sadə ədədləri. Bu qaydaya əsasən təyin edilir ki, bu ədəd sadə natural ədəddir, yoxsa mürəkkəb natural ədəddir. Təyin edilməyin yollarından biridir. Məsələn, bölünmə əlamətlərini bilməkdən keçə bilər. Yəni bu sizin işinizə çox yara bilər ki, bölünmə əlamətlərini istifadə edərək ədədlərin sadə və natural olduğu, sadə və mürəkkəb olduğunu tez bir zamanda tapa bilərsiniz. Yəni məsələn, sonu 5 ilə qutaran bir ədədin sadə olduğu haqqında fikirləşmərik də artıq. Bu ədədin sonu 5 ilə qutarır. Bu ədəd 5-ə bölünür. Dedim də. Ədəd istənilən ədəd 1-ə bölünür, özünə bölünür. Sonu 5 ilə qutaran bir ədəd əlavə olaraq da 5-ə bölünəcəyinə görə, deməli bu ədəd mürəkkəb naturaldır. Keçək sadə ədədlərin vuruqlara ayrılışına. Vuruqlara ayrılışı odur ki, həmin ədədi sadə vuruqların hasili şəklində göstərməkdən söhbət gedir burada. Misal üçün, mən bura 48 qeyd elədim. 48-i sadə ədədlərin hasili şəklində qeyd edirəmsə, bu 48-in sadə vuruqlara ayrılması deməkdir. Misal üçün 48 vurulsun 6 yazıram da bu sadə vuruqlara ayrılma deyil. Çünki 8 də mürəkkəbdir, 6 da mürəkkəbdir. Məsəl üçün 3 vurulsun 16 yazıram. 3 sadədir, 16 mürəkkəbdir. Amma 3 vuraq 2 vurulsun 2 vurulsun 2 vuraq 2 qeyd edirəm. Bu ədədlərin hasili 48 edir və hamısı sadə ədəd olduğuna görə buna 48-in sadə vuruqlara ayrılışı deyilir. 48-i sadə vuruqları necə ayıracağıq? 48-i yazırıq, xətt çəkirik. Başlayırıq 48-in bölünə biləcəyi ən kiçik sadə natural ədədə bölməyə. 48 2-yə bölünür 24. Hələ də 2-yə bölünür 24. Yəni davam edirik bu şəkildə. 24 2-yə bölünürsə, bölünmə davam olunur 2-yə bölünərək. 12 2-yə bölünə bilir, bəli, bölürük. 6 2-yə bölünə bilir. 3 3 sadə natural olduğuna görə ancaq özünə bölünür, 3-3-ə bölünür 1. 84-də nümunə vermək istəyirəm. Məsələn, 84-ü bölmək istəyirəm. Cüt natural ədəddir, 2-yə bölünəsidir. 2-yə bölünür 42. 42 2-yə bölünür 21. 21 2-yə bölünmür. Ədədin rəqəmləri cəmi 3-ə bölünür, görə 3-ə bölünür. 21-i 3-ə böldüm, 7, 7 sadə ədəd olduğuna görə özünə bölünür. Məsəl üçün, 117-ni yoxlayıram. 117-ni 2-yə bölürəm. Tək natural ədəd olduğuna görə 2-yə bölünmür. 3-ə bölünüb, bölünmədiyini yoxlamaq istəyirəm. Ədədin rəqəmləri cəmindən istifadə etməliyim. 3-ə bölünür 11-cində. 3 dəfə 27-cində 9 dəfə. 39 bir də 3-ə bölünə bilir. 13 düşür. 13 sadə natural ədəd olduğuna görə özünə bölünür. Buna deyilir ədədin sadə vuruqlara ayrılışı. Burada bir dənə də məsələ var. Əvvəl dediyim məsələ hasil şəklində göstərir. 48 bu vuruqları bir-birinə vursaq 48 eləyir. Bu nətər göstəririk? 2 üstü 4 vurulsun 3 kimi. 84-ü nətər göstəririk? 2 üstü 2 vurulsun 3 üstü 1 vurulsun 7. 117-ni necə göstərə bilərik? 3 üstü 2 vurulsun 13 kimi ifadə edə bilərik. Ədədin sadə vuruqlara ayrılışı bu qədər. Keçirik əbob tapılmasına. Əbob nədir? Birinci ona baxaq. Əbob, yəni ən böyük ortaq bölən deməkdir. Ən böyük ortaq bölən. Və ən böyüyü. Yəni 2 ədədin və 3 ədədin bir neçə ortaq böləni ola bilər. Biz onların ən böyüyünü tapmağa çalışırıq. Bunun ötəri nə ararıq?
Məsələn, yuxarıda qeyd olunan ədədlər var idi. Onları biz sadə vuruqlarına ayırdıq. Məsələn, 84 və 120-ni sadə vuruqlarına ayırmaq istəyirəm. Mən 84 sadə vuruqlarına ayırmışdıq. Hələ bularıq 120-ni də ayırarıq. 84 2 ilə bölüm 42 2 21 3 7 7 1. 120-ni sadə vuruqlarına ayırıram. 2-yə bölünür 60, 2-yə bölünür 30, 2-yə bölünür 15, 3'e bölünür 5, 5, 1. Yəni 30 2'ye bölündü 15, 15 2'ye bölünmür 3'e bölünür. 3'e böldüm 5 sadə də olduğuna görə 5'i də özünə böldüm. Belə. Ədədlər sadə vuruqlarına aiddir. İndi işim nədir? Ortaq sadə vuruqları tapmaq. Çünki əbobun özünün tərifində belə bir şey var. Əbob necə tapılır? Qısa olaraq ortaq sadə vuruqların hasili. Ortaq sadə vurğuların hasili. Ortaq sadə vuruqlarımız. Bu 2'nin ortağı bu 2'dir. Bu 2'nin ortağı bu 2'dir. 3'e ortaq ədəd də burada 3'dür. Deməli 84'ün və 120'nin əbobunu necə tapasıyam? 2 vurulsun 2 vurulsun 3. 2'ni 2'ye vurdum. 4 4'ü 3'e vurdum 12. İkinci bir variant nətər olar? Sadə vuruqların hasılı şəklində, yəni üstü qüvvət şəklində yazıram. 2 üst 2 vurulsun 3 vurulsun 7 120 bərabərdir. 2 üstü 3 vurulsun 3 üstü 1 vurulsun 5. Burada üstü qüvvəti kiçik olan ədədlərin hasilini, yəni 2 üstü 2 və 2 üstü 3. Üstü qüvvəti kiçik olan 2 üstü 2. 3'dən 13 arasında 1 dənə 3 ortaq 2 üstü 2 vurulsun. 3 bərabərdir 12. Üstü qüvvət şəklində yazılanda testlərdə belə adi suallar arasında üstü qüvvət şəklində qeyd olunanda artıq burada nə qeyd etməliyik? Üstü qüvvəti kiçik olan ədədlərin hasilini tapmalıyıq. Əkobun tapılması necə olasıdır? Əkob nədir? Birinci onun açılışını verək. Əkob ən kiçik ortaq bölünən. Yəni biz əkob tapanda bölünən tapırıq. Burada qeyd eləmişdim. 84 və 120 sadə vuruqlarına ayırmışam. Ondan sadə vuruqlardan ayrılışından istifadə eləyərək həmin ədədlərin sadə vuruqlarını tapın. Əkob tapmaq üçün ən rahat yol. Verilən ədədlərdən böyük ədədi seçirik. 120. 84'dən və 120'dən böyük ədəd 120'dir. Sonra sadə vuruqlara ayrılışında 120'nin sadə vuruqlara ayrılışında 120'nin sadə vuruqların içərisində nə yoxdur? 84'ə baxanda nə yoxdur və ya nə azdır? Məsələn, müqayisə edirəm ki, 120'nin sadə vuruqların içərisində 7 yoxdur. 84'də 7 var, amma 120'də 7 yox. Onda 120'yi vururum 7. 120'yi 7'yə vurdum nə elədi? 840. Ola bilərdi ki, məsələn, elə ədəd seçərik ki, başqa bir nümunə verim. Müqayisə edəndə sayca çox olsun. Misal üçün 96. Burada nə var? 2'yə böldüm. 48 var. 2'yə böldüm. 24 var. 2'yə böldüm. 12 var. 2'yə 6, 6'ın 2'yə böldüm. 3, 3, 1. 120'nin sadə vuruqlarında onsuz var idi. 2, 60, 2, 32, 15, 3, 5, 5, 1. Belə. İndi ən böyük ədəd yenə 120'dir. Bu nə yazdım? Çünki 120'nin sadə vuruqların içərisindən az olanları seçəcəm. Nə mənada az olanlar? 120'də 3 ədəd 2 var. Amma 96'nın içərisində 5 ədəd 2 var. Demək 120'də bax bu 2 dənə 2 çatmır. 120'ni vururam. O həmin 120'də olmayan 2'lərə. Say etibarilə 120'də 2 az idi 96'ya nisbətən. 120 vurulsun 2 vurulsun 2. 120'ni 4'ə vuranda nə eləyir? 480. Bu da oldu 96 və 120'nin əkobunun tapılması. 3 ədədin misal üçün 12, 12'nin sadə vuruqları 2 vurulsun 2 vurulsun 3.
18. 18'in sadə vurulğları 2 vurulsun, 3 vurulsun, 3. 24. 24'ün sadə vurulğları 2 vuraq, 2 vuraq, 2 vuraq, 3. 3 ədədin əbobunun və əkobunun tapılması necə olasıdır? 12, 18, 24. Əbob dedik ki, ortaq sadə vurulğların hasilidir. Bu iki ortaqdır və bu ikilər ortaqdır. Keçdik. İkinci ikiyə gələndə 18-də 2-dən 2 yoxdur. Ona görə ikilərdə ortaqlıq olmayacaq artıq. 3-ə gələndə var. Var. Nə oldu? 2 vurulsun 3. Ortaq sadə vurulğların hasilidir. Əkob tapmaq istəyəndə böyük ədəd seçilir. 24 bu ədədlərin içərisində böyük olan ədəddir. 24'ün içərisində hansı sadə vuruq yoxdur? Digərlərinə nisbətən. 12'nin içərisində 2, 2, 3'dür. 24'də 3 dənə 2 var. Yəni 12'dəki sadə vuruqlardan çoxdur hətta. Amma 18'ə baxanda 18'də 2 dənə 3 var. 24'də 1 dənə 3 var. Deməli 18'dəki bax bu artıq 3 24'də yoxdur. Ona görə onu vururam həmin 3'ə olmayan. 24 vurulsun 3, 72. Bu da 3 ədədin əbobunun və əkobunun tapılması. Sağ olun, növbəti dərsdə görüşənədək.